Salam, hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə 30 illik müharibə və böyük coğrafi kəşflər mövzusunu izahına baxacağıq. Əvvəlcə 30 illik müharibə haqqında danışaq və qeyd edək ki, 30 illik müharibə 1618-ci ildən 48-ci ilə qədər Avropa dövlətləri arasında davam etmiş, Avropada dini müharibələrin sonuncusu adlandırılan müharibə idi və bu müharibənin əsas tərəfləri katoliklər və protestantlar olubdur. Və Avropada 30 illik müharibə 1618-48-ci illər arasında davam etmiş ən dağıdıcı, 17-ci əsrdə baş vermiş ən dağıdıcı münaqişə hesab olunur. Müharibənin digər xarakteri onun dini müharibələrin sonuncusu olmasındadır. Yəni 30 illik müharibə dini müharibələrin sonuncusu da adlandırılır. Burada əsas dini uğrunda mübarizə gedirsə də belə, yəni katoliklər və protestantlar arasında mübarizə gedirsə də belə, siyasi və ərazi motivləri də burada əsas yer tuturdu. Yəni sonradan dindən çıxıb dövlətlər arasında bu ərazilər əldə etmək, əraziləri bölüşdürmək uğrunda mübarizə formasına da çevrilmişdi. Mübarizəyə qoşulmayan dövlət İngiltərədir. Xəritədə İngiltərə dövlətini bir nömrəli dövlət olaraq qeyd etmişik və bir nömrəli dövlətdən başqa bütün Avropa dövlətlərinin demək olar ki, hamısı əsasən də Fransa, Müqəddəs Roma imperiyası, burada bir də İspaniya dövləti əsasən iştirak etmişdilər. Avropa liderliyi uğrunda münaqişənin əsas səbəbi Avropanın liderliyi uğrunda aparılırdı. Yəni Avropada kimdir lider sualına cavab tapmaq üçün mübarizə aparılırdı. Müharibə aparılan torpaqlar əsasən Alman torpaqları idi. Yəni Müqəddəs Roma imperiyasının ərazisində mübarizə aparılırdı. Və ilk dəfə olaraq 15-ci əsrdə tüfəng və daimi ordu ki kəşf olunmuşdu. 15-ci əsrdə kəşf olunmuş daimi ordu və tüfəngdən mübarizədə istifadə edilməyə başlanılır və yekun olaraq burada Vestfaliya adlandırılan konfransda müqavilə imzalanır. Vestfaliya konfransı 1648-ci ildə 30 illik müharibənin yekununa dair müqavilədir və bu müqavilə Vestfaliya konfransı Avropada ilk ən böyük sülh konfransı olubdur. Yəni bu sülh konfransı ilə Avropada dövlətlər arası münasibətlər tənzimlənibdir və burada ilk olaraq demək dövlətlər arası münasibətlər sistemi yaradılır. Yəni dövlətlərin bir-birlərinə beynəlxalq arenada bərabər yanaşması prinsipi, suveren, yəni müstəqil dövlətlərin bir-biri ilə bərabərlik prinsipi, bərabər hüquqluluq ön plana çəkilir, başqasının daxili işlərinə qarışmağın qadağan edildiyi Vestfaliya konfransı 30 illik müharibəni demək olar ki, tamamilə başa çatdırmış olur və bu müqaviləyə görə Avropada imzalanmış, ilk sülh konfransında imzalanmış müqavilə Vestfaliya sistemi adlandırılır. Yəni Vestfaliya sisteminin əsasında nə dayanır? Bərabər hüquqluluq, dövlətlər bərabər hüquqludular və başqasının daxili işlərinə qarışmaq isə qadağan hesab edilir. Vestfaliya sülhünə əsasən 300-dən çox Almaniya ərazisində irili xırdalı kiçik knyazlıqlar, Alman dövlətləri var idi ki, onlar öz dinlərini təyin etmək hüququ qazanırlar. Həmçinin Vestfaliya sülhündə konkret olaraq qeyd olunur ki, artıq Almaniyanın dağınıqlığı rəsmidir. Yəni Almaniyanın dağınıqlığı rəsmi şəkildə qəbul edilir. Papanın imzasına ilk dəfə olaraq bu müqavilədə ehtiyac duyulmur. Bu da kilsənin gücünün artıq tam məhdudlaşması anlamına gəlir. Kilsənin gücünün məhdudlaşması, yəni dinin rolunun azalması, dünyəviliyin güclənməsi demək idi və bütün dini müharibələr Vestfaliya sülhünün imzalanması ilə Avropada demək olar ki, bitmiş olur. Müharibənin nəticələri nələrdir? Almaniya tamamilə talan edilir. Ticarət Almaniyada dayandığına görə aclıq, qarətçilik və xəstəliklər çoxalır. Almaniyada feodal qaydalar knyazlar tərəfindən daha da sərtləşdirilir, gücləndirilir və müharibənin nəticəsində Avropada üstün dövlət İspaniya idi. Avropada üstünlük İspaniyanın əlindən çıxır və Avropada üstünlük Fransanın hakimiyyəti altına verilmiş olur. 30 illik müharibənin nəticəsində beynəlxalq münasibətlərdəki gərginlik İngiltərə və İspaniya dövlətlərinə təsir eləyir və İngiltərədə vətəndaş müharibəsi başlayır, İspaniyada isə üsyanlar başlayır. Və qeyd edək ki, 30 illik müharibədə katoliklərlə protestantlar arasındakı mübarizədə Fransa yeganə dövlət idi ki, öz dini katolik idi, amma protestantları
müdafiə eləyirdi. Yəni katolikliyə qarşı çıxanları müdafiə eləyirdi. Öz dininin katolik olmasına baxmayaraq. Fransanın hətta bu dövrdəki baş naziri olmuş kardinal Richelieu adlı şəxs dövlətin mənafeyi prinsipindən çıxış eləyirdi. Yəni dövlət mənafeyini üstün tuturdu. Yəni o deyirdi ki, dövlət istənilən bir halda öz prinsiplərini dəyişə bilər. Yəni özünə xeyir eləyən addımları seçməlidir. Və Richelieu radikal yanaşmanı, yəni sərt yanaşmanı, dövlətlərarası münasibətlərdə sərt yanaşmanı inkişaf etdirirdi. Fransanın xarici siyasətində bu dövrdə kardinal Richelieu-nin yanaşması beynəlxalq münasibətlərdə radikal yanaşmanı dəstəkləmiş olurdu. 30 illik müharibə haqqında deyəcəklərimiz bu qədər qısa konkret və biz keçək Avropadan şərqə və qərbə doğru yeni kəşf edilmiş ərazilərə doğru dəyişikliklər, əsasən böyük coğrafi kəşflər mövzusunun izahına. 15-ci əsrdən 16-cı əsrə qədərki müddətdə texniki ixtiralar edilməyə başlanılır, texniki kəşflər edilməyə başlanılır və yeni qurğular, cihazlar meydana çıxır. Məsələn, su mühərrikləri yaradılır, yuxarıdan fırlanan çarxlar, domna sobaları, metal ərtmək üçün sobalar yaranır 15-16-cı əsrlərdə. Odlu silah istehsalında yeniliklər meydana çıxır. Məsələn, tapançalar və ağır tüfəng olan muşketlər ixtira edilir. Dəniz səyahətlərinin həyata keçirilməsi üçün yeni dəniz cihazları kəşf olunur və ən əsası 15-ci əsrdə Karavella adlandırılan yelkənli gəmilər kəşf olunur ki, bu gəmilərin demək kəşf olunması uzaq dəniz səyahətlərinə çıxmağa imkan verirdi və Karavella adlı yelkənli gəmilər küləyin istiqamətindən asılı olmayaraq istənilən tərəfə üzə bilirdilər və böyük coğrafi kəşflərin bu dövrdə başlanması üçün beynəlxalq bir şərait yetişmiş olur. Bəs böyük coğrafi kəşflərin başlanmasının iqtisadi və siyasi səbəbləri nələr idi? Birinci olaraq iqtisadi səbəb o idi ki, Avropada çoxlu aparılan müharibələr qızıla və gümüşə olan tələbatı artırmışdı. Yəni insanlar qızıl və gümüş mənbələri əldə etmək istəyirdilər. Ən çox da Avropa dövlətləri zəngin şərq sərvətlərini, yəni şərq ölkələrindəki xaç yürüşlərindən sonra gəlib o sərvətləri görmüşdülər. Artıq şərq ölkələrindəki o ədviyyat olsun, şərq ölkələrindəki qiymətli məhsullar olsun, onlara maraqları və diqqətləri artmışdı. İqtisadi baxımdan bu idi. Siyasi baxımdan böyük coğrafi kəşflərin başlanmasına səbəb nə idi? Ümumiyyətlə dünyada əsas ipək yolu, quru ticarət yolu üzərində nəzarəti Osmanlı dövləti ələ keçirtmişdi və Osmanlı dövlətinin quru ticarət yollarını demək olar ki, nəzarət altına alması Avropalıların Osmanlı ərazisindən keçib şərqə doğru getməsinin qarşısını alırdı və Avropalılar da məcbur idilər ki, şərq ölkələrinə getmək üçün, məsələn, Hindistana Osmanlı ərazisindən keçib getmək üçün yox da başqa bir yol axtarıb tapsınlar. Bu da təbii ki, dənizlərdə idi və dənizlərdə, okeanlarda ticarət üstün ön plana çıxmışdı. Uzaq dəniz səyahətlərini həyata keçirdib qərbə doğru üzməklə Hindistana dəniz yolunu kəşf etmək lazım gəlirdi, yaxud da yeni ərazilər kəşf etmək lazım gəlirdi. Quru ticarət yolları Osmanlının əlində olduğuna görə. Həmçinin Konstantinopolun Osmanlılar tərəfindən tutulmasından sonra şərq ölkələri ilə əlaqələr Avropa ölkələri üçün çətinləşmişdi. Yəni bütün bunların siyasi səbəblərinin əsasında Osmanlı dövlətinin fəthləri, işğalları və quru ticarət yollarını öz nəzarəti altına alması dayanırdı. Əvvəlcə qeyd edək ki, böyük coğrafi kəşflərdə iştirak etmiş Avropalı səyyah və kəşfçilərin adlarından əlavə biz onların milliyyətini də öyrənməliyik. Çünki məsələn, Ümid burnunu kəşf edən adam kimdir deyə yox da daha çox Ümid burnunun kəşfi hansı dövlətlə bağlıdır deyə bizim qarşımıza suallar çıxa bilər. Ümid burnunu kəşf etmiş Portuqal dənizçisi və səyyahı Bartolomeu Dias Afrikanın qərb sahilləri boyunca üzərək qitənin cənubuna çatır və cənubda gördüyü o yeri Ümid burnu adlandırır. Ümid burnunu kəşf eləyir. İtalyan olan Kristofor Kolumb isə İtaliyaya müraciət eləyir, İtaliya hakimiyyətinə, hökumətinə müraciət eləyir. İtaliya hökumətinin başı bu dövrdə demək daxili məsələlərlə qarışıq olduğuna və səyahətlərə pul ayıra bilmədiyinə görə məcburən Kristofor Kolumbun ideyasına İspan kralı müsbət cavab verir və özü İtalyandır, amma kəşfinə İspanlar dəstək veribdilər. Və Kristofor Kolumb İspan kralına deyir ki, mən qərbə doğru üzməklə Hindistana gedib dəniz yolunu kəşf eləyə bilərəm. İspaniyadan qərbə doğru üzməklə Hindistana gedib dəniz yolunu kəşf edəcəyinə inanan Kristofor Kolumb Kuba və Haiti adalarını yol boyunca kəşf eləyir və məlumdur ki, biz əgər xəritəyə baxsaq, İspaniyadan
çıxaraq, İspaniyadan çıxaraq qərbə doğru üzməklə kəşf edə biləcəyi ilk yer Amerika qitəsidir. Məlumdur ki, bu tərəfdə Amerika vardı və Amerika qitəsinə gedib çıxan Kristofor Kolumb elə zənn eləyir ki, deyilənlərə görə gəlib o Hindistana çatıbdı. Çünki qərbə doğru üzməklə Hindistana gedəcəyinə inanırdı. Səhvən Amerika torpaqlarına çatsa da, Amerika torpaqlarını, hal-hazırki Amerika torpaqlarını Hindistan adlandırır Kristofor Kolumb və Kristofor Kolumbun Amerika torpaqlarını kəşf etməsindən sonra Amerikanı Hindistan adlandırır, Amerikanın yerli əhalisini isə Hindular adlandırır. Onun Amerikanı kəşf etməsindən sonra Amerika üçün müstəmləkə əsarətinin başlanğıcı qoyulmuş olunur. Yəni Amerikaya artıq Avropa xalqlarının gedib oranı müstəmləkə deyəndə, yəni sömürgəçilik, sömürmələrinin əsasını Kolumb qoymuş olur və Kolumb Amerikanı kəşf edəndən sonra Amerikanın qədim mədəniyyətləri Amerikada illərlə, əsrlərlə qədim xalqlar tərəfindən, Mayalılar, Azteklər, İnklər tərəfindən yaradılmış o qədim Amerika mədəniyyəti Avropalılar tərəfindən, Avropalıların o torpaqlara getməsi nəticəsində, o torpaqları istila etməsi nəticəsində məhv edilir. Əslən İtalyan olan Amerigo Vespucci adlı şəxs isə demək Kolumbun gedib kəşf etdiyi torpaqların əslində Hindistan yox da yeni bir torpaq olduğunu irəli sürür və Amerigo Vespucci'nin adı ilə bağlı olaraq Kolumbun əvvəllər Hindistan adlandırdığı həmin o torpaqlar Amerigo Vespucci'nin adı ilə bağlı olaraq Amerika qitəsi adlandırılır. Əslən Portugal dənizçisi Vasco da Gama'nın səyləri nəticəsində isə nəhayət 1498-ci ildə axır ki, Hindistana gedən dəniz yolu Portugallar tərəfindən 1498-ci ildə kəşf edilmiş olur. Əslində oranı Kolumb kəşf etməli idi, amma Kolumb səhvən Amerikaya gedib çıxır və Amerika torpaqlarını Hindistan adlandırması və ölümünə qədər də buna inanması məsələni bir qədər sonraya, yəni Vasco da Gama'nın səyahət ekspedisiyasına saxlamış olur Amerikanın kəşfini. Bu arada qeyd edək ki, Kristofor Kolumbun səyahəti 1492-ci ildə baş vermişdi. Və Fernando Magellan İspan dənizçisi və səyyahı isə, 1519-cu ildən 22-ci ilə qədər ilk dünya səyahətini həyata keçirmiş olur. İlk dünya səyahəti zamanı Cənubi Amerika sahilləri ilə hərəkət edərkən Fernando Magellan okeanda heç bir fırtına ilə, heç bir tufanla rastlaşmadığına görə həmin okeanı, yəni okean sularını Sakit Okean adlandırır. Magellan boğazı olaraq adlandırdığı boğaz isə Atlantik Okeandan Sakit Okeana keçid yeridir. Fernando Magellan Filippin adalarında yerli əhali tərəfindən döyüşdə qətlə yetirilir və yürüşü özü davam etdirə bilmir. Onun yürüşünü səyahətin, ekspedisiyanın digər üzvləri davam etdirirlər və Fernando Magellanın ölümündən sonra 1522-ci ildə səyahət başa çatır, başladıqları yerə geri dönüb çıxa bilirlər. Səyahətin digər sağ qalan üzvləri və yerin kürə şəkilli olması sübuta yetirilir. İlk dünya səyahəti ilə, ilk dünya səyahətini İspanlar ediblər bu arada və sübuta həqiqətən getirilir ki, okeanların bir-biri ilə əlaqəsi vardır və yer kürə şəkillidir. Bəs böyük coğrafi kəşflərin nəticələri nə oldu? Var böyük coğrafi kəşflərin iqtisadi nəticələri, var siyasi nəticələri. Avropada böyük coğrafi kəşflərdən sonra əmtəə istehsalı artdı, yəni mal istehsalı, məhsul istehsalı artdı. Yeni qitələr kəşf olundu. Ticarət yolları dənizlərdə idi, xaç yürüşlərində. Dənizlərdən artıq böyüdü, ticarət etmək okeanlara keçdi. Dünya ticarəti yarandı. İpək yolu artıq quru ticarət yolları öz əhəmiyyətini itirdi. Məlumdur ki, İpək yolu, biz onu da qeyd edək ki, eradan əvvəl 2-ci əsrdə yaradılmışdı. İpək yolu artıq 16-cı, 17-ci əsrdən bəri öz əhəmiyyətini itirdi. Cəmi 19 əsr mövcud olmuşdu İpək yolu. 17-ci əsrdən bəri öz əhəmiyyətini itirmiş oldu. Asiya ölkələri ilə, yəni şərq ölkələri ilə ticarət əlaqələri 3 dövlətin əlində cəmləşdi. Bunlara Portuqaliyanı, İngiltərəni və Niderlandı misal göstərmək olar. Biz xəritədə qeyd edək ki, hansı dövlətlər Asiya ölkələri ilə ticarətdə üstün olublar. İngiltərədir,
Portuqaliyadır 1, 3 və Niderland 39 nömrəli, yəni Hollandiya dövlətləridir ki, bunlar Asiya ölkələri ilə ticarət əlaqələrini öz əllərində cəmləşdirmiş olmuşdular. Bundan əlavə Venesiya və Genuya, hansı ki, xaç yürüşlərinin nəticəsində ticarətdə ön plana çıxmışdılar. Venesiya və Genuya ticarətdə demək aşağı düşdülər. Ticarət yollarından, yeni kəşf olunmuş ticarət yollarından geri qaldılar və Avropalılar Amerika kimi kəşf edilmiş yeni qitələrdən kartofdur, kakaodur, qarğıdalıdır, tütün kimi yeni məhsulların istehsalını, kənd təsərrüfatı məhsullarını öyrənmiş oldular. Siyasi baxımdan nəticələr isə bunlardır. Avropa dövlətləri artıq müstəmləkə işğallarına başladılar. Yəni, yeni tapdıqları əraziləri başladılar hər baxımdan sömürməyə, onlardan hər baxımdan mənfi məqsədlərinə görə istifadə etməyə, o xalqların azadlıqlarını məhdudlaşdırmağa, idarəçiliklərini məhdudlaşdırmağa, yəni bu asılılıq deyil, tam sömürgəçilikdən söz gedir. Asiya, Afrika və Amerika xalqları əsasən bu Avropalıların əsarəti altına düşüb müstəmləkə işğallarına məruz qaldılar. Təbii ki, yeni ərazilər kəşf olunmuşdu, şərqə doğru yaxud qərbə doğru dəniz, okeanlar vasitəsilə. Yeni ərazinin kəşf olunması dövlətlər arasında yeni müharibələrin baş verməsinə gətirib çıxardır və Amerika qitəsində kəşf olunmuş torpaqlardan Braziliyaya Portuqaliya sahib olur. Braziliyadan başqa qalan bütün Cənubi Amerikaya isə İspaniya sahib olmuş olur. Hətta Portuqallar İran körfəzində Hörmüz limanında möhkəmlənirlər. Hətta Portuqal dənizçiləri Çin, Yaponiya sahillərinə qədər gedib çıxa bilirlər okeanlardakı üstünlüklərinin nəticəsində. İspanlar isə Amerikada, Meksikada Aztek dövlətinə, Peruda isə Amerikanın ən qədim xalqlarından olan İnklərin dövlətinə son qoymuş olurlar. Və dünyanı öz aralarında ilk dəfə bölüşdürən iki dövlət vardı. Dünyanın ilk dəfə bölüşdürülməsi haqqında, dünya torpaqlarının öz aralarında bölüşdürülməsi haqqında müqaviləni imzalayan dövlətlər biri Portuqaliyadır, biri isə İspaniyadır, yəni Pirene yarımadası dövlətləridir. Xəritədə 3 və 4 nömrəli dövlətlər dünyanın bölüşdürülməsi haqqında ilk dəfə öz aralarında müqavilə imzalayan dövlətlər idi. Belə hörmətli abituriyentlər, bugünkü dərs haqqında danışacaqlarımız bu qədər. Sağ olun, növbəti dərslərdə görüşənədək.